Qarabağımızda, tarixi torpağımızda ilk dəfə Sərsəngdə beynəlxalq idman yarışı 27 aprel 1 may tarixlərində keçiriləcək. Avarçəkmə üzrə Prezident Kuboku yenidən Qarabağdan başlayır. Ümummilli lider Heydər Əliyevin 103-cü il dönümünə həsr edilən regatanın ilk günündə aprelin 27-sində Ağdərədə Sərsəng su anbarında avarçəkmə, kanoye, kayak, dragon və yelkənli qayıqlarda idmançıların nümunəvi çıxışları göz oxşayacaq. 27 iştirakçı ölkə Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanistan, Qazaxıstan, Qırğızistan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbekistan bayraqlarını daşıyan skuterlər dövrə vuracaq. Müxtəlif folklor musiqi və rəqs nümunələri Qarabağda əks-səda yaradacaq. İlk yarışlar da məhz Sərsəng su anbarında baş tutacaq. Bu təkcə idman yarışı deyil, bu qayıdışın, dirçəlişin, qüdrətin və yeni nəfəsin rəmzidir.